Azərbaycan Xalq Cümhuriyyətinin süqutu. Versak konferansının qərarı ilə Ali Şura Azərbaycan və Gürcüstan müdafiəsinin silahlı və sülhə göndərilməsi qərarı qəbul etdi. Bu Sovet Rusiyasının AXC-yə qarşı təcavüzünü sürətləndirir. Sovet Rusiyası Antandan Qafqaza hərbi hissəsi göndərməsini narahat etdi və 1920-ci ilin fevralında hərbi vəziyyət Sovet Rusiyasının Denikin qüvvələrini məğlub edərək keçmiş Rusiya İmperiyası sərhədlərini bərpa etmək məqsədilə AXC-nin şimal sərhədinə yaxınlaşdı. Öz sülhsevər imicini qorumaq üçün əvvəlcə diplomatik təzyiq vasitəsindən istifadə etdi və birinci nota göndərdi. Sovet Rusiyası AXC-yə Şimali Qafqazdakı qvardiyaçılara qarşı birgə mübarizə təklif etdi və onlar Azərbaycan üçün təhlükə olduğunu bildirdi. AXC isə bunun Rusiyanın daxili işi hesab edib qarşılamaq istəmədi və müstəqil dövlət kimi danışıqlara hazır olduğunu açıqladı. İkinci notada isə Sovet Rusiyası AXC-nin tanınması üçün danışıqlarda uzun çəkəcəyini qeyd etdi və qvardiyaçılara qarşı ittifaqı təklifini təkrar etdi. AXC xalqların öz müqəddəratını təyin etməsi prinsipini söykəndiyini və uzun danışıqlara ehtiyac olmadığını bildirdi. İqtisadi amil var idi. Rusiya ilə iqtisadi əlaqələr AXC üçün faydalı olsa da Sovet Rusiyası Bakı neftinin tez yiyələnməsi üçün işğal yolunu seçdi. Sovet Rusiyasının hərbi hazırlığına baxaq. AXC-nin qəti mövqeyini görən Sovet Rusiyası hərbi müdaxilə planı hazırladı və 1920 fevralında Azərbaycanda Kommunist Bolşevik partiyası yaratdı. Məqsəd işğalı yerli qüvvələrin hakimiyyətini mübarizə kimi göstərmək idi. Lenin tərəfindən təsdiq edildi və mart ayında Lenin Qafqaz cəbhəsinə göndərdiyi teleqramda Bakının işğalması üçün əmrlər açıq şəkildə verilirdi. AXC süqutuna baxsaq, Qarabağda erməni qiyamı və Sovet işğalı başlanıldı. Sovet Rusiyası Komünist Partiyasının silah hərbi sursat və maliyyə yardım göstərdi. Lakin özünün sosial dayaq olmadığı üçün dövlət həyata keçirmək üçün kifayət qədər imkan yox idi. Buna görə də Sovet Rusiyası Azərbaycanı çıxartmaq üçün erməni dəstələrindən istifadə etməyə qərarı aldı. AXC-nin şimal sərhədləri Afqan qvardiyaçılarının təcavüzünə ehtimala qarşı möhkəm müdafiə sistemi qurulmuş və xüsusi qoşun hissələri yerləşdirilmişdi. Bu qüvvələrin müvəqqəti Sovet təcavüzünün qarşısı ala bilərdi və Sovet Rusiyası AXC müdafiəsi ərəfəsində Ermənistan Azərbaycan arasında hesab öz iddialarını qəbul etməsi şərti ilə Sovet hökumətinə yardım təklif etdi. Yəni Ermənistana müraciət etdi və Ermənistan da ona müəyyən bir güzəştlər qarşılığında yardım edəcəyini bildirdi. Razılığa əsasən 1920-ci ilin martın 20-sində Novruz bayramı günü erməni daşnaq qüvvələri Qarabağın dağlıq hissəsində Azərbaycan hökumətinə qarşı üsyan qaldırdılar. Bu xalqımıza qarşı yeni bir Bolşevik daşnaq ittifaqının təzahürüdür. Üsyançılar Xankəndi, Şuşa, Əsgəran, Xocalı və Tərtərdə yerləşən Azərbaycan Milli Ordu hissələrinə eyni zamanda hücum etdilər və Milli Ordumuzun Əsgəranda yerləşən 50 nəfərlik dəstəsini sayca üstün alan erməni qüvvələri birlik qəhrəmanca döyüşərək sonuna qədər mövqedən tərk etmədilər. Lakin döyüş nəticəsində üsyançılar Əsgəran qalasını ələ keçirdi. General-mayor Cavad bəy Şıxlinski erməni silahlı dəstələrinin Əsgəran qalasının hücumu qarşısı başlamasından sonra Nazirlər Şurasına göndərdiyi teleqramda yazırdı. Əsgərlər qalanın bir hissəsini hələ də öz əllərində saxlayır. Ya başımızı verəcək, ya da Əsgəranı qoruyacaq. AXC hökuməti Qarabağ erməni silahlı basqınlarının artmasına yaranan təhlükəni nəzərə alaraq Bakı və Şimal sərhədlərində Dağıstan yerləşən milli ordu hərbi hissələrinin bir hissəsini Qarabağa köçürməli oldu. Qarabağ müharibəsi AXC-nin müstəqil dövründə qarşısında ən ağır və eyni zamanda ən şərəfli sınaq idi. Bu zaman milli ordu öz ərazi bütövlüyünü qorumaq üçün əsl qəhrəmanlıq nümunələri göstərdi. 1920-ci il aprelin 2-sində Əsgəran döyüşündə Azərbaycan qoşunları daşnaq qüvvələri tamamilə məğlub edərək Əsgəran və Xocalanı azad etdi. Aprel ayında Şuşa yaxınlığında döyüşədə erməni dəstələri Qarabağın ən güclü dayaq nöqtəsi olan Şəkiş kəndini ermənilərdən azad etdilər. Azərbaycan hərb tarixində Qarabağ müharibəsi adı ilə daxil olan müharibənin uğurla başa çatdırılmış oldu. Və Ermənistan basqınlarının artması ilə əlaqədar milli ordunun əsas qüvvələri Qarabağda, Habelə, Qazax və Naxçıvanda qərb sərhədlərinin müdafiəsinə göndərilmişdi. Şimalda Sovet Rusiyasının 11-ci ordusunun Bakıya sanat daxil olması əlverişli şərait yaranmışdı. AXC hökumətinin böhran və aprel işğalına baxaq. Sovet Rusiyasının müdaxiləsinin qarşı təhlükəsinin yaranmasına bağlı AXC hökuməti siyasi qüvvələr arasında fikir ayrılığı dərinləşdi. Siyasi qüvvələrin bir qismi Sovet Rusiyasına geniş güzəşt verərək münasibətləri nizamlamaq təklif edildi və siyasi qüvvələrin digər qismi isə Sovet Rusiyasına qarşı sərt mövqe tutmaq tərəfdarı idi. Və AXC pozğun fəaliyyət aparan siyasi qüvvələrə qarşı sərt tədbirlər narazı olan sosialist nazirlər 1920-ci ilin martında istefa verməsi nəticəsində Nəsib bəy Yusufbeyinin 5-ci hökumət kabineti istefa verdi. Bu hökumət böhranına səbəb oldu və yeni 6-cı hökumət təşkili Məhəmməd Həsən Hazinskiyə tapşırıldı və Sosialist Müsavat Partiyasının bir hissəsi hökumətə daxil olmaqdan imtina etməsindən sonra Hazinski kommunistlərin hökumətə təmsil olmasını təklif etdi, lakin bu zaman silahlı üsyan hazırlanan kommunistlər bu təklifi rədd etdilər və Hazinski aprel 22-sinə kimi davam edən siyasi məsələlərin uğursuzluğuna əlaqədar hökumət təşkil etməkdən imtina etməsi hökumət böhranı daha da dərinləşdirdi və aprel işğalına baxaq indi AXC-nin süqutuna. Sovet Rusiyasının müdaxiləsi təhlükəsinə qarşı AXC hökuməti hərbi yardım üçün Gürcüstana müraciət etdi. Gürcüstan hökuməti Batum şəhəri və Batum əyaləti ilə bağlı təkliflər sürdüyü iddiası AXC tərəfindən tanınmasını tələb etdi. AXC hökuməti bu təklifi qəbul etsə də Gürcüstan hökuməti yardım etmədi. Mustafa Kemal Paşanın başçılığı ilə Antalyaya qarşı mübarizə planına görə Sovet Rusiyası siyasi və hərbi iqtisadi əlaqələr qurması səbəbilə AXC onun da yardıma olması mümkün olmadı. Sovet Rusiyası ilə AXC hücumunun hazırlıqlarını tamamlayaraq 1920-ci ilin aprelin 20-də verdiyi əmrə ilə 11-ci qızılıb Bakıya bir neçə gün sonra isə bütün Azərbaycanı işğal etməsi tapşırılmışdı və aprelin 26-sına 20-sinə keçən gecə 11-ci ordu
Azərbaycan sərhədlərinə keçərək Yalama azsaylı Azərbaycan əsgərləri birinci saat döyüşdən sonra Yalama və Xuda stansiyalarını tutdu və Bakıya doğru irəlilədi və AXC hərbi donanması kommunistlərin tərəfinə keçdi. 1920-ci il aprelin 27-sində Bakıda yerli kommunistlərin silahlı qüvvələri və buradakı bəzi türk zabit və əsgərlərin silahlı çevrilişi edərək mühüm məntəqələrə ələ keçdi. Bu zaman 11-ci ordunun dəstəyi arxalanan Kommunist Partiya rəhbərləri hakimiyyəti bolşevik təhvil etməsi haqqında AXC parlamentinə ultimatum göndərdilər. Bu ultimatumu müzakirə etmək üçün Məmməd Əmin Rəsulzadə sədrliyi ilə parlament sonuncu iclası keçirildi. Məmməd Əmin Rəsulzadə və Şəfi bəy Rüstəmbəyovun kəskin etirazlarına baxmayaraq, parlament dövlət müstəqilliğinin saxlanması bənzəri şərtlərlə hakimiyyətin dinc yolla Azərbaycan kommunistlərinə bolşeviklərə verilməsi qərarı qəbul olundu. Az sonra bolşeviklərin heç bir şərtə əməl etmədi və Rus ordusu Bakıya daxil oldu. Beləliklə 1920-ci il aprel 20-sində çevriliş nəticəsində Azərbaycan yenidən Rusiya tərəfindən işğal olundu. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini itirərək süqut etdi. Aprelin 28-də Azərbaycan Sovet hakimiyyəti qurulduğu elan olundu. Dünyanın gözü qarşısında baş verən hadisə böyük dövlətlər heç bir reaksiya vermədi və 1920-ci il aprelində Sanremo konfransında AXC nümayəndələri Sovet Rusiyasının AXC tərəzi əlaqələri məlumat verərək ölkənin müstəqilliyinin bərpa olmasına yardım üçün konfransda müraciət etsələr də böyük dövlətlər bu hadisəni sükutla qarşıladılar. İndi AXC-nin yaranmasının bəzi mühüm məsələlərinə baxaq və AXC-də keçirilməmiş bəzi mühüm məsələlər var, onlara baxaq. Məsələn, konstitusiya qəbul olunmadı, prezidentin idarə üsulu yaradılmadı, müəssisələr məclisinə sessiyalar keçirilmədi, aqrar məsələlər həll olunmadı, lakin Latin qrafik əlifbəyə də keçirilmədi, Sovet Rusiyası ilə iqtisadi əlaqələr qurmaq mümkün olmadı, Qacar dövləti ilə hərbi müqavilə bağlanmadı və məktəblər istisna olmaqla başqa milliləşdirmə siyasəti aparılmadı. İndi Bakı Xalq Komissarı və Siyasət Rəqəsbi Diktatörlüyünün fəaliyyətinə baxaq. AXC-yə qarşı mübarizə aparmışdı, Nanuxya cəhətdir, Bakını əl saxlamaq üçün ingilisləri ölkəyə çağırmışlar. Daha sonra AXC hökumətinin birinci hökuməti ilə fərqli olaraq ikinci hökuməti Gəncə şəhərindən fəaliyyətə başlamışdı, qanunverici sərhədlərə malik olmuşdu, bir müddət Bakı şəhərində fəaliyyət göstərmişdilər. Daha sonra AXC-nin Tiflis və Gəncə dövrünə oxşarlıqlarına baxaq, Milli Şura fəaliyyət göstərmişdi, Fətəli xan Xoyevskinin başçılığı ilə hökumət təşkil olunmuşdu, müstəqilliyin xarici ölkələr tərəfindən tanınmasına nail olmuşdu. İndi AXC-nin Tiflis və Bakı dövrünə aid oxşar cəhətlərinə baxaq. Milli Şura fəaliyyət göstərmişdi və Fətəli xan Xoyevskinin başçılığı yeni hökumət təşkil olunmuşdu. AXC-nin Gəncə və Bakı dövrünə aid oxşarlıqlarına baxsaq isə Fətəli xan Xoyevskinin başçılığı ilə ikinci hökumət fəaliyyət göstərmişdi, ölkə ingilis qoşunları gəlmişdi, ordu quruculuq aparılmışdı, hökumət böhranı baş vermişdi, dövlət bayrağı qəbul olunmuşdu və Sovet hakimiyyət orqanlarına qarşı mübarizə aparılmışdı. İndi AXC-nin yaradılmasının əhəmiyyətinə baxsaq isə 20-ci əsr əvvəlində itirmiş dövlətçi ənənələri bərpa edildi. Müsəlman şərqində ilk demokratik quruluş respublika yaradıldı. Azərbaycan ərazisi anlayışı yenidən müstəqil dövlət anlayışına çevrildi. Quldur erməni daşları işğal etdiyi torpaqlar azad edilərək ərazi bütövlüyü təmin olundu və şərqdə ilk dəfə olaraq qadınlara seçki hüququ verildi. Mövzumuz bununla bitir. Dərs 3 hissədən ibarətdir. Ərazisi isə bu il sağ tərəfə baxsaq, AXC-nin ərazisi. Əraziyə daxil idi Gəncə quberniyası, Naxçıvan quberniyası, Bakı quberniyası, Qarabağ quberniyası, Zaqatala quberniyası, qəzalar isə Gəncə qəzası, Zəngəzur qəzası, Şuşa qəzası, Göyçay qəzası, Nuxa qəzası, Bakı qəzası, Lənkəran qəzası, Cavad qəzası. Yəni ərazisi 97.000 kvadrat kilometr idi. İlk olaraq yaranda 150 mindir. Mübahisə əraziləri çıxmaq şərti ilə biz görəcəyik ki, artıq 97.000 kvadrat kilometr əraziyə malik olur. Sərhəddində həmsərhəd olan ölkələr Osmanlı dövləti idi. Daha sonra Ermənistan Respublikası, Gürcüstan Respublikası, Qacar dövləti və Rusiya Federativ Respublikası idi. Dərsimiz bu qədərdir. Ümidvaram bu mövzu sizin üçün faydalı olaraq qəbula düşən, 100% düşən bir mövzulardandır və diqqətlə oxumağınızı və diqqətlə bu dərs üzərində çalışmağınızı məsləhət görürəm. Oldu sizə uğurlar arzulayıram.